Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Mən Nərgiz Məmmədova. Bugün sizinlə fizika dim test toplusu 2025-ci ilin test toplusundan orta sürət hərəkətin nisbiliyi mövzusundakı test izahlarına baxacağıq. Birinci, deyir ki, mexaniki hərəkət zamanı fiziki kəmiyyətlərdən hansı sıfıra bərabər ola bilər? Ola bilərin altından xətt çəkirik. Biz bilirik ki, bir yer dəyişməyə görə, bir də gedilən yola görə orta sürət hesablanır. Gedilən yola görə orta sürət sıfır ola bilmir. Çünki yol sıfır olmur. Amma yer dəyişməmiz başladığımız nöqtəyə yenidən geri qayıdırıqsa, bizim yer dəyişməmiz sıfır olur. Ona görə də ona yer dəyişməyə görə orta sürəti sıfır götürə bilirik. Cavab olur A variantı. 2. Avtomobil Bakıdan Şəkiyə qədər olan 320 km məsafəni 5 saat müddətində gedir. Avtomobilin yola görə orta sürətini tapın. V orta bərabərdir S ümumi bölünsün T ümumiyə bərabərdir. 300 bölürük 5-ə eləyir 64 km böl saat. Cavab olur B variantı. 3. Avtomobil Bakıdan Mingəçevirə qədər 280 km məsafəni 5 saat müddətində gedir. Avtomobilin yola görə orta sürətini hesablayın. Orta sürət S ümumi bölünsün T ümumiyə bərabərdir. Ümumi yolumuz 280-dir. 280-i bölürük 5-ə eləyir 56 km böl saat. Cavab olur D variantı. Baxırıq 4-cü suala. Deyir, V1 6 metr böl saniyə, V2 8 metr böl saniyə olduqda birinci avtomobilin ikinciyə nəzərən sürətinin modulunu hesablayın. Əgər iki avtomobil əks istiqamətdə hərəkət edirsə, onların sürəti toplanacaq. Yazırıq. Bizdə nə deyir? Deyir V1, 2. Birincinin ikinciyə nəzərən, onda V1 üstə gəlinsin, V2 yazılır. O da bərabərdir 6 üstə gəlinsin 8 bərabərdir 14 metr böl saniyə. Cavab olur D variantı. 5. V1 10, V2 15-dir. Yenə də həmçinin əks istiqamətlidir. Qarşı-qarşıya, əks istiqamət və qarşı-qarşıya işarəsi olarsa, yəni eyni istiqamət deyil, qarşı-qarşıya və yaxud da əks istiqamətli olarsa, bu zaman onların sürəti yenə də toplanır. Və bizdən yenə də birincinin ikinciyə nəzərən deyir deyə birinci 1 yazıram, sonra 2 bərabərdir. Buradan yazım. V1 2 bərabərdir. V1 üstə gəl V2 o da bərabərdir. 10 üstə gəl 15 bərabərdir 25. Cavab elir Y variantı. 6. İkinci avtomobilin birinciyə nəzərən sürətinin modulu nəyə bərabərdir? Nəyi soruşur? İkincinin birinciyə nəzərən. Yəni, əgər burada avtomobillər eyni istiqamətlidirsə, bu zaman sürətlər çıxılacaq. V2 çıxılsın V1, ikincinin sürəti 90-dır, birincinin sürəti 80-dir. 90-dan 80-ə çıxanda 10 km böl saat edir. Cavab olur A variantı. 7. Eyni müstəvi üzərində hərəkət edən 5 müxtəlif cismin vektorları təsvir edilmişdir. Hansı cismə nəzərən A cisminin sürətinin modulu ən böyükdür. Biz bilirik ki, əgər, biz bayaqlarda qeyd elədik, sürətlər hansı halda toplanırdı? Əgər eyni istiqamətli olursa, sürətlər çıxılırdı, əks istiqamətli olursa, sürətlər toplanırdı, əks istiqamətli olanda. Ona görə baxırıq, əgər A sağa doğru istiqamətlənibsə, deməli, sola doğru istiqamətlənəndə, yəni onlar arasında bucaq 180 dərəcə olduqda, o zaman sürət ən böyük qiymətini alacaq. Yəni 4-də. Cavab olur A variantı. 8. X oxu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafikləri verilmişdir. Müşahidə başlanğıcında 3 saniyə sonra, yəni bu nöqtədə soruşur bizdən, İkinci cismin birinciyə nəzərən sürətinin proyeksiyasını hesablayın. Deyir, ikincinin birinciyə nəzərən, yəni 2, 1 yazırıq. V2 çıxılsın, V1. Baxırıq, 3-cü saniyədə ikincinin sürəti neçədir? 10-dur. 3-cü saniyədə birincinin sürəti nədir? Yenə də 10-dur. 10 çıxılsın 10, bərabərdir 0. Cavab elir D variantı. 9.
X oğlu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamandan asılı qrafikləri verilmişdir. Müşahidə başlanğıcından 2 saniyə sonra birinci cismin ikinci cismə nəzərən proyeksiyasını hesablayın. Sürətinin proyeksiyasını hesablayın. Bu dəfə də ikinci saniyə istəyir. Amma birincinin ikinciyə nəzərən yazıram. V1, 2. Yəni V1 çıxılsın, V2-ni soruşur bizdən. V1-imiz 2 saniyədə 10'dur. V2'miz də həmçinin 2 saniyədə 10'dur. Bərabərdir 0. Cavab olur D variantı. 10. Əks istiqamətdə bərabər sürətlə hərəkət edən iki cismin hər birinin yerə nəzərən sürəti 2 dəfə artırılarsa, onların bir-birinə nəzərən nisbi sürəti necə dəyişəcək? Əks istiqamət deyirsə, biz bilirik əks istiqamətdə sürətlər neynir? Toplanır. V1 üstə gəlinsin, V2 qeyd edirəm. Onlardan deyir sürətinin hər birinin yerə nəzərən sürətini 2 dəfə artırırım. Onda burada məsəl üçün buna 2, buna da 2 verəndə olurdusa 4. İndi mən onları artırıram. Birini eləyirəm, 2 dəfə artırıb 4 eləyirəm. Birini də 2 dəfə artırıram, 4 eləyirəm. Yəni 4 ilə də 4'ü toplayanda 8 eləyir. Onda onun sürəti necə dəyişmiş oldu? Əvvəl 4 idisə, sonra 8 oldu. Yəni 2 dəfə artmış olur. 11'ə baxırıq. 11'də deyir, eyni istiqamətdə, bu dəfə qeyd edirik, eyni istiqamətdə. Eyni istiqamətdə olanda sürətlər neynirdi? Çıxılırdı. V1 çıxılsın, V2 qeyd edirik. Yerə nəzərən sürəti 2 dəfə artırılarsa, onların bir-birinə nəzərən nisbi sürəti necə dəyişəcək? Gəlin bu dəfə də qiymət verək. V1 çıx V2. Bu dəfə birinə 4 verirəm, birinə 2 verirəm. Bu dəfə onların bir-birindən çıxanda 4'dən 2'ni çıxanda 2 eləyirdisə, 2 dəfə artırıram, buranı 8 eləyirəm, 2 dəfə artırıram, buranı da 4 eləyirəm. Hansı cavab alınacaq? 8'dən 4'ü çıxanda eləyir 4. Yenədən necə olmuş olur? Əvvəlki bir-birinə qarşı, yəni bir-birinə nəzərən nisbi sürətləri 2 idisə, 2 dəfə artırdıqdan sonra yenə də bir-birlərinə nəzərən nisbi sürətləri 4 olmuş olur. Yəni birində əks istiqamət, birində eyni istiqamət olsa da, siz bunu rahat üsulla tapmaq üçün, təbii ki, biz burada bilirik ki, onların əks və eyni istiqamətlərini təyin etməliyik. Onları təyin etdikdən sonra yerinə rəqəm qoyub daha aydın və daha asan şəkildə hesablaya bilərsiniz. Bu da göstərir ki, yenə də 2 dəfə artır. Cavab olur A variantı. 12. İki maddi nöqtənin sürətin proyeksiyasının zamandan asılılığı bu şəkildədir. Birinci maddi nöqtənin ikinciyə nəzərən sürətin proyeksiyasını təyin edin. Təyin edək. Baxırıq. Bizdə V1 verilib 5T, V2 verilib 3T üstə gəlinsin 2 və bizdən birincinin ikinciyə nəzərən bərabərdir. V1 çıxılsın V2'yə. Onda V1'imiz neçədir? 5T çıxılsın. V2'miz neçədir? 3T üstə gəlinsin 2. Bərabərdir. 5T'nin mötərizəni açanda necə olur? Əgər mötərizənin qarşısında mənfi varsa, içəridə 2'nin qarşısındakı işarəni də dəyişəcək. 5'dən 3'ü çıxırıq. 2T çıxılsın 2. Cavab edir A variantı. Biz də tapdıq ki, birincinin ikinciyə nəzərən sürətinin proyeksiyası 2T çıxılsın 2'yə bərabərdir. 13. Çay axını istiqamətində, yəni eyni istiqamətdir. Çay axını istiqamətində suya nəzərən 36 km/saat sürətlə üzən qayıq 600 metr məsafəni 50 saniyəyə qət edir. Çayın axın sürətini hesablayın. Biz demişdik ki, əgər ümumi biz sürəti tapmaq istəyiriksə, V bərabər olur çayla qayığın cəminə. Bizdə ümumi yerə nəzərən sürətimiz çay və qayığın cəminə bərabərdir. Yaxşı, biz indi ümumi V-ni tapsaq. Çünki bizə həm məsafə, həm də zaman verilib. Buradan V bərabərdir S bölü T gətiririk. S'imiz neçədir? Yerinə qoyub hesablayırıq. S'imiz neçədir? 600. T'miz neçədir? 50. İxtisara gedir, qalır 12 metr böl saniyə. Biz tapdıq ki, V'miz 12'dir. Bizdən çayın axın sürətini soruşur, yəni o yerində qalır. Qayığın isə
sürəti neçədir dedi. V qayıq bərabərdir 36 km böl saat. Biz öyrənmişik ki, biri kilometr böl saat, biri metr böl saniyə ola bilməz. V qayıq 36 km böl saatdırsa, onu biz metr böl saniyəyə çevirsək, 10 metr böl saniyə edəcək. Yazırıq 10. Bunu da hardan tapdıq? Bu barədə bizim izahımız da var. Gəlin bir dəfə yazaq. V qayıq bərabərdir 36 km böl saat. Gətirib yazırıq 36 kilometrimiz 1 kilometrimiz 1000 metrdir. 1 saatimiz 3600 saniyədir. Bunlar ixtisara gedir. 30 saatlar ixtisara gedir. Qalır 10. Yəni 10 metr böl saniyə. Yazdıq. Onda biz buradan V çayı tapa bilirik. Bəli, V çayımız nəyə bərabərdir? 12 çıxılsın 10, yəni 2 metr böl saniyə. Cavab olur D variantı. 14 eyni şəkildə. Bu dəfə isə deyir ki, çay axının əksi istiqamətində. Əgər əksi istiqamətindədirsə V demişdik nəyə bərabər olur? V qayıq çıxılsın V çaya. Baxırıq indi. Bizə verib ki, suya nəzərən qayıq 36-dır. Yenə eyni şəkildə gətirib onları yerinə yazırıq. Qayıq nəyə bərabərdir burada? 10. 400 metr məsafəni 50 saniyəyə qət elədi. Gəlin onun V-sini tapaq. Yerə nəzərən sürəti V-si bərabərdir. 400 bölünsün 50. O da bərabərdir 8. Yazıram. Bərabərdir 8 və biz axtarırıq çayın axın sürətini. Onu da yazacağım. Çıxılsın V çay. V çay nəyə bərabər olacaq? V çay bərabərdir 2 metr böl saniyə. Cavab olur C variantı. 15. 5 metr böl saniyə sürətlə hərəkət edən və uzunluğu 150 metr olan qatar nə qədər müddətə qarşıdan gələn 10 metr böl saniyə sürətə malik qatardakı sərnişinin yanından keçər. Biz burada nəyə baxırıq? Baxın, əgər qarşı tərəfdən gəlirsə, qarşı məsələsini görəndə biz əks istiqamət, qarşı-qarşıya, bunlarda biz sürətləri bilirik ki, toplayırıq. Onda bizim ümumi sürətimiz nəyə bərabər olur? Sürətimiz 10 üstəgəlinsin 5 bərabərdir 15 metr böl saniyə olur. Yolumuzu da verib bizə ki 150 metr, yəni S-imiz bərabərdir 150 metr. Bizdən nəyi soruşur? Qatar hansı müddətdə bir-birinin sərnişinin yanından keçər? Onda S-imiz var, V-imiz var, T-mizi tapırıq. T də bərabərdir S bölünsün V. 150 bölünsün 15, o da eləyir 10 saniyə. Cavab eləyir B variantı. 16. Aralarındakı məsafə 600 metr olan iki avtomobil uyğun olaraq 12 və 8 metr ilə qarşı-qarşıya, yenə də burada qeyd edilib ki, qarşı-qarşıya. Onda onun sürəti necə olur? V1 üstəgəlinsin V2-yə bərabərdir 12 üstəgəl 8 bərabərdir 20. Biz V-ni tapdıq. Ümumilikdə aralarındakı məsafəni də bizə verib ki, S bərabərdir 600 metr. Bu da metr böl saniyə. S-imiz var, V-imiz var. Nə qədər vaxtdan sonra onlar görüşəcəklər? T-miz bərabərdir. S bölünsün V. S-imiz 600, V-imiz 20. İxtisara gedir, cavab qalır 30. Yəni D variantı. 17. İki maddi nöqtənin hərəkət tənliyi verilib. İkinci nöqtənin birinciyə nəzərən sürətinin modulunu hesablayın. Biz bilirik ki, ikincinin birinciyə nəzərən deyirsə, V2 1 yazılır və V2 çıxılsın, V1 hesablanır. Baxırıq, ikinci və üçüncüdə tənliklər necə sayılacaq? Baxın, burada sürətimiz nəyə bərabərdir? Biz bilirik ki, x-in tənliyi x bərabərdir. x0 üstəgəlinsin, VT üstəgəlinsin, AT kvadrat bölünsün 2-dir. Əgər 1T verilibsə, o T-nin yanında olan ifadə bizə sürəti verəcək. Həmin o sürəti tapırıq. Burada sürət 2-dir, burada sürət 3-dür. Biz ikincidən birincini soruşur deyə ikincidən birincini çıxacaq. İkinci sürətimiz 3-dür, birinci sürətimiz 2-dir. Cavab eləyir 1 metr böl saniyə. Yəni B variantı.
18. 18'də deyir, iki maddi nöqtənin hərəkət tənliyi verilib. T bərabərdir 0 anında ikinci nöqtənin birinciyə nəzərən sürətini hesablayın. Eyni şəkildə bizdən nəyi soruşur? İkincinin birinciyə nəzərən, yəni V2 çıxılsın, V1. Bu zaman ayrı-ayrılıqda V'lərini tapmalıyıq. Bura üçün V1 bərabərdir -2-yə. Bura üçün isə V2 bərabərdir 0-a. Çünki T bərabərdir 0 anında soruşur. Yəni, başlanğıc anı üçün nəzərdə tutulub. V2-miz 0-dır. V1-imiz -2-dir. Yazırıq, cavab eləyir. Mənfilər gedəcək, qalacaq 2 metr böl saniyə. Cavab eləyir Y variantı. Baxırıq 19-a. 19-da deyilir ki, avtomobil hərəkət vaxtının 4də 1 hissəsini, yəni düşünün ki, 4də 1. Bunun zamanı T'dir və 4də 1-ini, yəni 4də 1, 4də 1, 4də 1, 4də 1, yəni 4 hissəyə bölünüb zamanı. 4də 1-ini 8 ilə gedir. Onda onun 1 T'si nəyə bərabər olur? T'si 1-ə bərabər olur. Çünki 4-dən 1-ini ümumilikdə 4 götürsək, 4-dən 1-i neçə olacaq? 1 saniyə olacaq. T'si 1 saniyədirsə, onun V'si 8 metr böl saniyə olur. Bəs S-ni tapa bilirik? Bəli, S nəyə bərabər olur? T'ni vururuq V'yə, eləyir 8 metr. Qalan hissəsini isə, qalan hissəsi neçə oldu? Bayaqları yazdıq. Əgər bir hissəsi 4də 1 idisə, qalan hissəsi də 4də 3 olacaq. Zamanın bir hissəsi 4də 1 idisə, qalan hissəsi 4də 3 idi. Yəni 3 saniyə ərzində onun sürəti 4 metr böl saniyə olur. Onda onun S nəyə bərabər olacaq? V vurulsun T, yəni 12 metrə. Biz tapdıq ki, hər saniyə üçün, yəni həm 4də 1, həm də qalan saniyə üçün onun ayrı-ayrılıqda məsafəsi nə qədərdir? Və deyir ki, bütün yolda orta sürəti tapın. Yəni V orta bərabərdir S ümumi bölünsün T ümumidir. Biz də T ümumini bilirik ki, 4də 1 yazmışdıq. Digərinə 4də 3 yazdıqsa, ümumilikdə T1 üstə gəlsin. T2 eləyəcək 1 üstə gəl 3. Yollarımızı da ayrı-ayrılıqda yazırıq. 8 üstə gəlinsin 12, eləyir 20 bölünsün 4, eləyir 5 metr böl saniyə. Cavab eləyir A variantı. 20. 20-də deyilir X oxu üzrə, buraları təmizləyim. Deyir ki, X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasını zamandan asılılıq qrafiki verilmişdir. 4 saniyə müddətində cismin orta sürətini hesablayın. İndi biz bilirik ki, V-nin T-dən asılılıq qrafiklərində biz fiqurun sahəsini tapsaq, yəni bu fiqurun S fiqurun sahəsini tapsaq, biz ümumilikdə yolu tapmış oluruq. Və 4 saniyə müddətində də orta sürəti S-i tapdıqdan sonra biz bilirik V orta nəyə bərabərdir? S ümumi bölünsün T ümumiyə. Onda S-i tapmaq üçün baxırıq ki, bu üçbucaqdır. Üçbucağın sahəsi necə tapılırdı? 2də 1, A vurulsun H. 2də 1, A'mız 4, H-ımız 5. Bərabərdir 2 ilə 4 ixtisara gedir, cavab eləyir 10 metr. Biz 10 metri tapdıq, gətirib yerində yazırıq. 10 bölünsün T ümumimiz də 4 saniyədir. Çünki 4 saniyə üçün bizdən soruşur. O da eləyir 2,5 metr böl saniyə. Cavab eləyir Y variantı. 21. V sürəti ilə hərəkət edən ekskalator həmin istiqamətdə, buna diqqət eləməliyik, həmin istiqamətdə yerə nəzərən sürəti 3V olan sərnişin gedir. Sərnişinin ekskalatorla bağlı hesablama sistemində sürətinin modulu nəyə bərabərdir? Biz bilirik ki, əgər eyni istiqamətdədirsə, yerə nəzərən sürətləri toplanacaq. Yəni, ekskalator üstə gəlinsin V sərnişin. Bizim yerə nəzərən sürət verilib 3V. V sürəti ilə hərəkət edən ekskalatorımız da V-dir. Bizdən nəyi soruşur? Sərnişini soruşur. V sərnişin
axtarırıq. Onda V sərnişin nəyə bərabər olacaq? 3V çıxılsın V, yəni 2V-yə. Cavab olacaq C variantı. 22. V sürəti ilə hərəkət edən eskalator üzərində həmin istiqamətdə eskalatora nəzərən sürəti 3V olan sərnişin gedir. Yenidən baxırıq ki, həmin istiqamətdir. Onda yenidən ifadəni yazacağıq ki, V yerə nəzərən bərabərdir V eskalator, üstəgəlinsin V sərnişin. Onda yerə nəzərən sürətimiz nə oldu? 3V bərabərdir. Yox, bizə yerlə bağlı soruşur. Üzr istəyirəm, bunu qaytarım geri. Bizdən nəyi soruşur? Son nəticəni soruşur. Elə V yeri soruşur. Onda yerə nəzərən soruşursa 3V eskalatordur. V-nin özü də hərəkət edən, həmin istiqamətdə hərəkət edən eskalatora nəzərən biri sərnişindir. 3V sərnişin olacaq. V-də eskalator olacaq. Toplayanda eləyəcək 4V. Cavab eləyir Y variantı. 23. Deyir ki, X oxu üzrə düzxətli hərəkət edən cisimlərin sürətlərinin proyeksiyaların zamananasılığı verilmişdir. A cisminin hansı cismə nəzərən sürətinin modulu ən kiçikdir? Bilirik ki, burada V-nin T-dən asılılıq qrafiki verilmişdir və bizdən A-nı soruşur. Bir cismin digər cismə nəzərən sürəti hesablanılırsa, bilirik ki, məsələn, 2-nin 1-ə nəzərən hesablananda 2-dən çıxırıq digərinin, yəni V2-dən çıxırıq digərinin sürətini, V1-in sürətini. Əgər bizdən ən kiçik deyirsə, demək ki, A-ya ən yaxın olan hansıdırsa, onu nəzərə almalıyıq. A-ya da ən yaxın olan sürət, yəni ən kiçik sürət cavabı ala biləcəyimiz sürət 1 nöqtəsidir, yəni B variantı. 24. 24-də deyilir. Biraz da böldüm. İki cismin yer dəyişməsinin proyeksiyası verilib və deyir ki, ikinci cismin birinciyə nəzərən sürətinin proyeksiyasını hesablayın. İkinci cismin birinciyə nəzərən sürətinin proyeksiyasını hesablayın. Yəni V2-1 o da deməkdir ki, V2 çıxılsın V1. Biz bilirik ki, buradakı dərəcələrə, yəni alfa bucağına baxsaq, alfa bucaqları bizə verir ki, V bərabərdir S böl T. Əgər bu 2 alfa 2, bu da alfa 1 olarsa, V'miz S böl T'yə görə bizə tangens alfanı verəcək. Tangens alfanı verirsə, baxırıq ki, tangensi böyük olan, yəni V1 daha böyükdür. Onda nəzərə alacağıq ki, bizdən V2 çıxılsın V1-i tapmağımız üçün V2-nin tangensi daha kiçikdir. V2-nin tangensi daha kiçik olduğuna görə nəzərə alırıq ki, mənfidən müsbəti çıxacaq. Ona görə də sürətimiz mənfiyə doğru gedəcək. Aydın oldu? Və qrafikdə baxırıq hansı X oxunun əksi istiqamətindədir. B deyil, C deyil, Y deyil. Ya D'dir, ya da A'dır. Qrafikimizə baxırıq ki, qrafikimiz S-in T-dən asılılıq qrafiki düzxətli bərabər sürətlə hərəkətə uyğun qrafikdir. Ona görə də heç vaxt D variantı götürə bilmərik. Cavabımız olur A variantı. 25. 25-də deyilir, X oxu üzrə hərəkət edən 5 müxtəlif cismin A cisminin yer dəyişmələrini qeyd olunub və hansı cismə nəzərən A cisminin sürətinin modulu ən kiçikdir. Bundan öncəkində də qeyd elədiyimiz kimi biz yenə də bucaqlara baxacağıq. Hansı ki dedik, V bərabərdir S böl T'dir. Bu da bizə nəyi verir? Tangens alfanın. Hansının tangens alfası böyükdürsə, onun sürəti daha böyükdür. Bizə də nə lazımdır? A nöqtəsinə nəzərən deyir. A cisminə nəzərən sürəti ən kiçik olması üçün bilirik ki, ona yaxın olanı çıxsaq, onun sürəti ən kiçik olacaq. Ona görə də ən yaxın nöqtə olaraq Y1-i götürürük. 26. Eyni şəkildə burada da A nöqtəsinə ən yaxın göstərir. Ən yaxın nəzərə alacaq. Nəyə görə? Çünki ən kiçik soruşur. Ən kiçik olması üçün yenə də tangens alfası ən kiçik olanı nəzərə almalıyıq ki, o da bizdə 5 nöqtəsinə uyğun gəlir. Cavab olur C variantı. 27. Cismin hərəkət tənliyi verilib və hərəkət tənlikləri verilmiş hansı cismə nəzərən bu cismin sürətinin modulu ən böyükdür. Ən böyük deyirsə biz sürətlərin fərqlərinə baxacağıq. Yəni necə? Bu tənlik bizə nəyi verir? X bərabərdir 10 üstə gəlinsin 5-dir.
Bu o deməkdir ki, x bərabərdir x0 üstə gəlinsin vt. T'nin yanındakı rəqəm bizə v-ni verir. Hansından çıxanda, deməli, məsələn, burada 1-dir, -1. -1-dən 5-i çıxanda, -2-dən 5-i çıxanda, sonra müsbət 5-dən 5-i çıxanda, müsbət 2-dən 5-i çıxanda, bir də -5-dən 5-i çıxanda hansının qiyməti ən böyükdürsə, bir-birinə burada nəzərəndən baxacaq da. V2 1. V2 çıxılsın V1. Misal üçün A variantında baxırıq ki, -1-dir. -1-dən çıxıram 5-i eləyir -6. B variantı üçün baxıram 5. V2 çıxılsın V1. O da eləyir 5 çıxılsın 5 bərabərdir 0. C variantı üçün -5 çıxılsın 5 eləyir -10. D variantı üçün -2 çıxılsın 5 eləyir -7. Y variantı üçün müsbət 2 çıxılsın 5 eləyir -3. Baxırıq ki, hansı daha böyükdür? Hansının arasındakı daha böyükdür və ən əsası bizdə modulu da nəzərə alırıq. Burada eləyəcək 6, burada eləyəcək 0, burada eləyir 10, burada 7, burada isə 3. Deməli, modulu 10 olan, yəni cavab olur B variantı. Daha doğrusu -5 hansındaydı? C variantındaydı. Ona görə də götürürük C variantı. -5-dən 5-i çıxanda eləyir modulu 10. Eyni şəkildə 28-də cismin hərəkətlənliyi verilib və bizə deyir bu dəfə daha kiçik olsun. Ona görə çıxanda fərqinə baxmalıyıq ki, hansı daha kiçikdir. Burada 10-dur. Bu dəfə şifahi eləyirik. 10-dan 10-u çıxırıq. Neçə eləyir? 10-dan 10-u çıxırıq 20. -2-dən 10-u çıxırıq eləyir 8. -10-dan 10-u çıxırıq eləyir 0. Çünki müsbətlər bir-birini, mənfilər bir-birini əvəzləyir, olur müsbət. Müsbət 2-dən 10-u çıxırıq eləyir 12. Burada isə artıq sürət yoxdur. Ona görə hansı daha kiçikdir? 0. Cavab olur B variantı. Baxırıq 29-a. 29-da deyilir, gəminin çayın axını istiqamətində sürəti yazırıq ki, V. Çünki əks istiqamətli olanda, əgər axın istiqaməti deyirsə, biz demişdik ki, axın istiqamətində toplanır sürətlər. Yazıram 25. Əks istiqamətdə isə sürətləri çıxacaq. Yazıram V gəmi çıxılsın. V çay bərabərdir 14. Bizdən çünki çay soruşur. Çay soruşursa tərəf-tərəfə çıxanda V gəmilər gedəcək. V çay 2. V çay bərabərdir 11. V çay nəyə bərabərdir? 5,5-ə. Cavab olur Y variantı. 30. Şəkildə 3 avtomobilin sürətləri və hərəkət istiqamətləri verilib. Bizdən nəyi soruşur? Bizdən V21 soruşur. Sonra V23-ü soruşur. Bir də V31-i soruşur. Gəlin indi bunları birinci yazaq. V21 necə yazılır? V2 çıxılsın V1. Baxırıq indi sürətlərə. Birinci V2, V1. Niyə görə 2-dən 1-i çıxdım? Çünki ikincinin birinciyə nəzərən sürəti eyni istiqamətli olduğuna görə çıxılacaq. Yazacağım 100 çıxılsın. 60 bərabərdir 40 metr/saniyə. Daha doğrusu km/saat. Sonra İkincinin üçüncüyə nəzərən soruşur. İkinci ilə üçüncü əks istiqamətli olduğu üçün onların sürətləri toplanacaq. V2 üstə gəlinsin V3 bərabərdir 100 üstə gəlinsin 80 bərabərdir 180 km/saat. Sonra üçüncünün birinciyə nəzərən. Üçüncü ilə birinci də əks istiqamətli olduğuna görə toplanacaq. V3 üstə gəlinsin V1, o da bərabərdir 60. 80 üstə gəlinsin 60 bərabərdir 140 km/saat. İndi bizə deyir ki, biz onları düzgün diaqramda tapaq. Birincisi, buraya yazıram. Birincisi 40 elədir. İkincisi 180 elədir. Üçüncüsü 140 elədir. Baxırıq indi cavablarda. Birincisi 40 eləməlidir. Bir də birinci neçə eləyib? 180 eləyib. A deyil.
İkincidə B variantında B düzdür, C variantında da 40-dır. D variantında baxırıq 100, hardasa 140-dır, o da deyil. Y variantında 120-dir, o da deyil. Baxırıq, ya B-dir, ya da C-dir. İkincidə 180 deyir. Baxırıq, ikinci diaqramımız neçəyə gəlir? 150-yə gəlir. Çünki 160 ondan yuxarıdadır. Ona görə də cavabımız olur. Demək ki, C variantı. Birinci 40-dır, düzdür. İkinci 180-dir, düzdür. Üçüncü də bizdə 140 olmalıydı. Baxırıq ki, 140-dır. Bəli, cavab olur C variantı. Sonra 31'ə baxırıq. Burada bir qurtardıq. Keçirik 31'ə. 31'də deyilir ki, eyni müstəvi üzərində hərəkət edən 5 müxtəlif cismin sürət vektoru verilmişdir. Buna uyğun biz işlədik. Burada deyir A cisminin sürəti ən kiçik olmalı. Biz dedik ki, eyni istiqamətli olarsa bu zaman sürətlər çıxılacaq. Əgər əks istiqamətli olarsa bu zaman sürətlər toplanacaq. Bayaqları biz əks istiqamətli götürmüşdük. Bu dəfə isə eyni istiqamətli götürəcəyik. Çünki bizdən ən kiçiyi soruşur. 32. Başlanğıc koordinatları eyni olan x oxu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamanlamasılığı təsvir olunur. Hansı zaman intervalında cisimlər bir-birinə yaxınlaşır? Əgər S-in T-dən yox, V-nin T'dən asılılıq qrafiki bizə verilibsə, mütləq şəkildə bir-birindən qrafiklər uzaqlaşanda, yəni bu şəkildə qrafiklər uzaqlaşırsa, onların əslində zaman intervalında bir-birinə yaxınlaşmış götürürük. Amma yenə də qeyd edirəm, mütləq V-nin T'dən asılılıq olmalıdır. S-in T'dən asılılıq qrafikində isə qrafiklər bir-birinə yaxınlaşanda götürülür. Lakin V-nin T'dən asılılıq qrafikində S-in V-nin T'dən asılılıq qrafikində bizdən yaxınlaşmaq soruşursa, onların bir-birindən aralanmağı nəzərə alınır. Ona görə də T4 və T5 nəzərə alınır. Cavab olur B variantı. Və yaxud da biz burada sahələrə də baxsaq, görə bilərik ki, bu indi qayda olaraq belədir ki, V-nin T'dən asılılığı bir-biri ilə görüşəndən sonra onların məsafələri yaxınlaşır. Amma qrafiklərdə burada sahələri də müqayisə eləsək, görürük ki, birinci sahə ilə iki fiqur arasında qalan sahə ilə digəri arasında məsafə fərqi var. Və bu da bizə onu göstərir ki, birincidən ikinciyə nəzərən, birincidə onlar uzaqlaşdıqları halda, sahələri böyük olduğu halda T4-dən sonra onlar yaxınlaşmış olurlar. Eyni şəkildə 33-də də baxaq. Burada deyilir ki, bir-birinə yaxınlaşır. Hansı zaman intervalında? Eyni şəkildə burada görürük ki, bu qrafikdə onlar bir-birindən uzaqlaşırlar. Yaxınlaşma isə T4, T5 anında eyni anda reallaşacaq. Yəni necə? T4 anında onlar arasındakı məsafə daha da yaxın olur. Yəni böyük olduqdan sonra onlar bir-birinə yaxınlaşmış olurlar. Məsəl üçün, burada T4, 34 ilə 35 arasındakı fərqə baxsaq görürük ki, burada bizdən yaxınlaşma intervalını soruşur. O zaman onda T4-dən T5 nəzərə alınır. Yəni necə? Siz onun məsafələrini tapsanız, yazsanız ki, məsələn, S1 bərabərdir 10, digər qrafikdə S2 olacaq 7. Və yaxud da yazıram S1 bir müddətdən sonra S1 olanda 13, S2 olacaq 8. Əvvəl onlar arasındakı məsafə 3 idisə, sonra onlar arasındakı məsafə 5-ə qalxacaq. Yəni onlar arasında məsafə getdikcə artır. Biz onu hesablayırıq. Və bir-birinə yaxınlaşması üçün onlar arasındakı məsafə azalmalıdır. Ona görə də burada T4-dən yenə T5-ə qədər C variantı götürülür və o zaman da onlar bir-birinə yaxınlaşır. 34-də deyilir ki, hansı zaman intervalında onlar arasındakı məsafə ən böyükdür. Biz dedik ki, iki qrafik V-nin T'dən asılılıq qrafiklərində onlar bir-biri ilə görüşənə qədər onlar arasındakı məsafə daha böyük olur. Amma görüşdükdən sonra onlar bir-birinə yaxınlaşırlar deyə məsafələri getdikcə kiçilir. Ona görə də T4A-nı nəzərə alınacaq. Cavab olur C variantı. 35-də deyilir ki, düz xətli hərəkət edən iki cismin yerə nəzərən sürət vektorları təsvir olunur. Gəlin indi biz onları köçürdək.
bizdən birincinin ikinciyə nəzərən sürətinin istiqamətini soruşursa, biz nə etməliyik? V1-i bu şəkildə köçürdəndə V2-ni də bu şəkildə köçürtməliyik. V2. Bizə deyir ki, birincinin ikinciyə nəzərən sürətin istiqamətini tapın. Əgər V1-2 bizdən soruşursa, yəni birincinin ikinciyə nəzərən sürətini soruşacaqsa, V1 çıxılsın, V2 yazacaq. V1 çıxılsın, V2 də buradan ox endiririk bu şəkildə. Hansından birinci çıxılandısa, çıxılanı V1-i oxu o istiqamətdə qoymalıyıq. Əgər V2-nin birən desəydi, yəni ikinci cismin birinci cismə nəzərən desəydi, bu zaman biz tərsinə yazardıq. Oxu üzü aşağı qoyardıq. Ona görə də cavabımız olacaq üzü yuxarı ox işarəsi ilə B variantı. Eyni şəkildə gəlin 36-ya baxaq. 36-da da köçürtməklə hesablaya bilərik. Biz bilirik ki, vektorları istiqamətini və ölçüsünü dəyişmədən köçürdə bilirik. Ona görə də gəlin köçürdək. Bu olur bizdə V1, bu da olur bizdə V2. İndi isə bizdən soruşur ki, ikinci cismin birinci cismə nəzərən sürətin istiqaməti hansıdır? Bu o deməkdir ki, ikincinin birinciyə nəzərən sürəti, yəni V2 çıxılsın, V1. Onda biz necə eləyəcəyik? Bilirik ki, yuxarıdan aşağıya doğru gələcək. Niyə? İstiqamət niyə görə? Çünki birinci V2-dir. Ona görə V2-dən V1-ə çıxırıq və istiqamət aşağı olur. Cavab olur B variantı. Baxırıq 37-yə. 37-də deyilir ki, şəkildə O nöqtəsindən hərəkətə başlayaraq çayın digər sahilinə doğru üzən üç üzgüçünün sürət vektorları verilmişdir. Üzgüçlərin çayı keçmə müddətləri arasında hansı münasibət doğrudur? Çayın axın istiqaməti bu şəkildədir və O nöqtəsindən çıxan üzgüçlər qarşı tərəfə, yəni bura yazıram sahil, məsəl üçün, ora keçmək istəyir. Biz onların məsafələrinə baxsaq, buranı 1 metr, misal üçün 1 metr götürsəm, qarşı tərəfə keçmək üçün onların məsafələri eyni olacaq. Yəni, üçü də eyni bir məsafəni getməlidir ki, üçü də 4 metr getməlidir ki, qarşı sahilə keçə bilsinlər. Və biz bilirik ki, zaman T nəyə bərabərdir? T bərabərdir S bölünsün V. Bəs V biz burada nə istifadə edəcəyik? Hansı V-dən istifadə edəcəyik? Əgər üfüqi istiqamətdə deyil, qarşı sahilə keçmək istəyirlərsə, biz mütləq şəkildə Y oxu üzrə proyeksiyasına baxacağıq. Yəni necə? Biz buradan bir VY ayırırıq. Bu ox üzrə biz VY üzrə sürətlərinə baxacağıq. Və burada sürətlərində biz görürük ki, hər üçü daha doğrusu müəyyən qədər bir məsafə qət ediblər və onların Y oxu üzrə proyeksiyaları birincidə, ikincidə, həmçinin üçüncüdə məsafələri, yəni onların sürətlərini nəzərə alsaq eyni olacaq. Və bu zaman yazacağıq T1 üçün. T1 üçün yazıram S1 bölünsün V1. Baxırıq, S1-imiz nə qədərdir? Hamısında S dedik ki, bərabər olduğu üçün 4 götürürəm. V1-imiz isə proyeksiyalara ayırsaq, Y və X oxu üzrə bizə X dedik ki, lazım deyil. Y oxu üzrə isə 2-dir. 4-ü 2-yə bölürəm, 2 saniyə yazıram. T2 üçün hesablasam, S-imiz neçədir? Eyni şəkildə buradakı yazıram 4 və ikimiz 2 nöqtə üçündə, yəni ikinci üçündə həmçinin 2 olacaq. Y oxu üzrə proyeksiyası 4-ü 2-yə böləndə eləyir 2 saniyə. T3 üçün də eyni şəkildə S3 bölünsün V3 bərabərdir 4 bölü 2, o da bərabərdir 2 saniyə. Buradan da aydın şəkildə görünür ki, T'ləri bir-birinə bərabərdir. 38-də deyilir ki, X oxu üzrə hərəkət edən və başlanğıc koordinatları eyni olan iki cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Və deyir ki, hansı zaman anında cisimlər arasında məsafə ən böyük olacaq? Biz dedik ki, V-nin T-dən asılı qrafikində iki dənə qrafik əgər müəyyən bir nöqtədə görüşürsə, onlar arasındakı bu məsafələr getdikcə görürük ki, artır. Artır deyə
2 nöqtəsini, yəni bu qeyd elədiyim T4 nöqtəsində artıq maksimum qiymət alır. Çünki bizdən ən böyük qiyməti soruşur. Maksimum qiymət alır. Ondan sonra isə bir-birinə yaxınlaşır. Ona görə də cavab olur E variantı. 39-39-da deyilir. Müşahidə başlanan anda bir-birinə müəyyən s0 məsafədə olan iki avtomobil sabit 2V və V sürəti ilə hərəkət edir. Hansı qrafik avtomobillər arasındakı məsafənin zamananasılığını ifadə edir? Burada görürük ki, biz birinci V sürəti ilə 2V sürəti ilə sağa doğru hərəkət edir. İkinci isə V sürəti ilə həmçinin sağa doğru hərəkət edir. Onlar arasındakı məsafə S0-dır. Biz bilirik ki, hansı qrafiki təyin eləmək üçün iki avtomobil arasındakı əlaqəni tapmalıyıq. Burada əgər birinci cisim, buranı qoysam A cismi, avtomobili burada qoysam B avtomobili. A-nın öz sürəti 2V-dir, yəni çoxdur. B 50 ilə gedirsə, A 100 ilə gedir. B 50 ilə gedir və 50 ilə getdiyi halda 100 ilə gedən A avtomobili gəlir müəyyən bir zaman sonra B ilə yanaşı durur. Yanaşı dayanandan sonra onlar bərabərləşirlər, onların məsafələri və ondan sonra A cismi yəni A avtomobili öz avtomobilini idarə etməyə davam edir. Yəni özü qabağa keçir. Amma V sabit olaraq 50 ilə gedir deyə onlar arasında deməli məsafə əvvəlcə azalacaq, ondan sonra yenidən artacaq. Yenə də qeyd edirəm, bir avtomobili hərəkət edir və gəlir. Gəldiyi müddətdə təbii ki, sürəti çox olduğuna görə birinci, ikinci cismi ilə yanaşı olacaq. Onlar arasında məsafə birinci azalacaq. Ondan sonra isə onlar arasında məsafə yenidən artmağa olacaq. Çünki A avtomobili yenidən önə keçəcək. Çünki onun sürəti böyükdür. Deməli, hansını götürəcək? 2 dənə qrafik olacaq. Birində yavaş-yavaş azalmalıdır. Ondan sonra isə onlar arasında məsafə yenidən artmalıdır. Bu da C variantına uyğundur. Keçdik. 40. 40-da deyir, çayın axın sürəti V çay və 5 üzgüçünün suya nəzərən sürət vektorları verilmişdir. O nöqtəsindən üzməyə başlayan hansı üzgüçü qarşı sahilə A nöqtəsində çıxacaq? Baxırıq A nöqtəsinə gəlmək üçün çayın öz sürəti, axı biz V çaydan danışırıq, nə qədərdir? 2-dir. Demək ki, 2 dənə dama olmalıdır ki, yəni 2 dənə xana olmalıdır ki, qabağa doğru, A-ya doğru çatsın. 5 olmur. 4 gedir bu tərəflərə çatır. 3 bu nöqtəsinə çatır. 2 bu nöqtəsinə çatır. 1 A nöqtəsinə çatır. Yəni V çayın sürətin nəzərə alarsak, biz 2 sürətlə gedirsə, 2 xana sürətlə gedirsə, biz onu nəzərə alıb eyni şəkildə bura köçürsək, A nöqtəsinə çatacaq olan nöqtə 1 nöqtəsidir. Yəni A variantı. 41. 41-də deyilir ki, iki cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilib. Hansı qrafik ikinci cismin birinci cismə nəzərən sürətinin proyeksiyasının zamandan asılılığına uyğundur? Baxırıq ki, 2 dənə cisim verilib və birinin sürəti 5-dir və həmin o birinci sürət 5 yazılan düzxətli bərabər sürətlidir. İkinci qrafik isə bizə bərabər yeniləşənin qrafiki verilir və bizə deyir ki, İkinci cismin birinciyə nəzərən proyeksiyasını hesablayın. Biz necə yazacağıq? Əgər ikincinin birinciyə nəzərən deyirsə, yazırıq V2 çıxılsın V1. Onda ikincinin sürətini axtarırıq. İkincinin sürəti. Gəlin indi ayrı-ayrılıqda baxaq. Görək, başlanğıc sürəti ikinci cisim üçün, birinci üçün yazıram. Birinci. Birinci cismin başlanğıc sürəti V0 5-dir. Çünki elə 5-dən başlayıb. V2-si birinci cismin. V son yazıram, hətta son yazıram. V sonu da həmçinin 5-dir. Niyə görə yazıram 5-dir? Çünki, baxın, 5 ilə başlayıb, 5 ilə də davam edir. Yəni, 1 saniyədə də 5 alır, 5 saniyədə 5 alır, 10 saniyədə də 5 alır. Çünki bu qrafik bizə düzxətli bərabər sürətli qrafikini verir. Və düzxətli bərabər sürətli qrafikdə də zamanın istənilən anında sürət sabitdir. Bunu qeyd elədim. İkinci cisim üçün başlanğıc sürətimi
0-dır. Sonrakı sürəti isə, məsələn, son yazıram. Sonrakı sürəti isə, baxın, gəlir burada toqquşma anında hansı sürəti aldı? 5-i aldı. Deməli, bunun isə başlanğıcı 0 idi. Deməli, əgər biz birinci cismin ikinciyə nəzərən sürət fərqlərinə baxsaq, görürük ki, V2 çıxılsın V1 bərabərdir 0 çıx 5, yəni -5 edəcək. -5 tapdıq biz ikinci üçün. Burada isə V-ni tapsaq, V2 bərabərdir 5 çıxılsın 5 bərabərdir 0. Yəni, qrafik -5-dən başlayacaq, 0-a qədər davam edəcək. Bu da bizə elə onu verir ki, biz necə tapdıq? Əvvəlcə ilk anını tapdıq ki, ilk başlayanda necə olur, sonra isə növbəti halında necə olur. Hər iki halı üçün də tapdıq. Deməli, -5-dən başlayacaq, 0-a qədər də davam edəcək. Bu da bizdə D variantına uyğundur. Cavab olur D. Əgər siz də dərslərimizə qoşulmaq və onlayn, həmçinin də əyani şəkildə dərslərimizdə iştirak etmək istəyirsinizsə, yuxarıda qeyd olunan əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Və yaxud da hər hansısa bir dərslərimizin izahını istəyirsinizsə, komment bölməsində yazıb öz fikirlərinizi bizimlə bölüşə bilərsiniz. Bu günlük bu qədər. Hələlik.